والثالث الإقلاب عند الباء ميما بغنات مع الإخفاء والرابع الإخفاء عند الفاضل من الحروف واجب للفاضل في 5 من بعد 10 رمزها في كلم هذا البيت قد ضمنتها صف ذا ثانا كم جاد شخص قد سما دم طيبا زد في توقا ضع ظالما أحكام النون والميم المشددتين وغنى ميما ثم نونا شديدا وسمي كلا حرفا غنات بادا. Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizə Allahın salamı ilə salamlayıram. Keçən dərs bildiyimiz kimi biz idğam mövzusu haqqında danışdıq və idğamın iki yerə bölünməsi haqqında idğam mə'l-gunnə, idğam bilə-gunnə olmaqla müəyyən əhkamlarla tanış olduq. Bugün isə sukunlu nun və ya tənvinlərin üçüncü hökmü barəsində danışmaq istərdik. Bu üçüncü bölümümüz İqləb adlanır və onun üçün də gəlin müəllifin Süleyman Əl-Cəmzuri rahimehullahın, Allah ona rəhmət etsin, onun şeirinə bir daha nəzər yetirək və 13-cü beytdə müəllif belə buyurur. وَالثَّالِثُ الْإِقْلَابُ عِنْدَ الْبَاءِ Üçüncü وَالثَّالِثُ الْإِقْلَابُ عِنْدَ الْبَاءِ Üçüncü hökmümüz bə hərfinə rast gələrsə iqləbin baş verməsidir. Mimən bi gunnətin ma'al ixfai. Lakin həmin bu iqləb mim hərfinə çevrilir və gunnə olur, səs burundan çıxır və gizlənir. Yəni, müəllifin dediyi odur ki, sukunlu nun və ya tənvinlərin birinci hökmü izhar keçdi, ikinci hökmü idğam, onu da keçdi və bugün isə üçüncü hökmü keçəcək. Üçüncü hökm isə iqləbdir. Yəni, üçüncü hökm iqləb zamanı sukunlu nun, yəni nun üzərində sukun və ya tənvinlər bə hərfinə rast gələrsə, bu zaman n səsi və ya tənvinlərdə olan ən, in, unda olan n səsi m səsi ilə əvəz olunur. İndi isə gəlin iqləbin nə məna kəsb etdiyinə baxaq. İqləb çevrilmək deməkdir. Hətta qəlb sözü də buradan gəlməkdədir. Bir gün görürsünüz ki, insan qəzəbli olur, bir gün sevincli olur, bir gün hüzünlü olur. Qəlbin çevrilməsindən götürülmüşdür. Və iqləb sözü də həmin bu qəlb sözündən götürülmüşdür. Sukunlu nun Qurani Kərimdə harda görsək və ya tənvinlərdən biri harda görsək və bu sukunlu nun və ya tənvinlərdən sonra bə hərfi gələrsə, bu zaman n səsi, m səsi ilə əvəz olunacaq. Qeyd edim ki, bunun səbəbi nədir? Bunun səbəbi dilə asant olması üçündür. Qurani Kərimi oxuyarkən ayələri asant bir şəkildə tələffüz etməsidir. Qeyd edim ki, bu qayda Azərbaycan dilində də mövcuddur. Məsələn, anbar sözünə biz tələffüz zamanı anbar deyirik, anbar demirik və ya sünbül, sümbül olaraq tələffüz edirik. İndi isə gəlin yazdığımız kitabda müəllifin verdiyi həmin bu beytləri Azərbaycan dilinə tərcümə edək. Müəllif buyurmuşdur ki, وَالثَّالِثُ الْإِقْلَابُ عِنْدَ الْبَاءِ مِيمًا بِغُنَّةٍ مَعَ الْإِخْفَاءِ Azərbaycan dilinə biz bunu bacardığımız qədər tərcümə edib və şeir formasına salmışıq. Bə hərfinə rast gələrsə sukunlu nun və ya tənvin, nun hərfi mimə çevrilir, budur qaydası iqləbin. Yəni, nə zaman ki, Qurani Kərimdə sukunlu nun və ya tənvinlərdən sonra bə hərfi gələrsə, bunlar bir-birinə rast gələrsə, bu zaman iqləb qaydası baş verir. Deməli, qeyd edək ki, həmin bu qayda zamanı n səsi m səsi ilə əvəz olunur. Həmin bu səs burundan çıxaraq, burunda gizlənərək, yəni ixfə olunaraq 2 saniyə miqdarında uzadılır. Daha ətraflı gəlin misallarla baxaq. Deməli, burada hərflərdir. Hərfimiz var bə hərfi və burada da sukunlu nun var. Ənbihum sözüdür. Ənbihum. Fikir verin, əlif, sonra nun var və bir qeyd edim ki, bəzi Quran çaplarında, xüsusən Məkkə və Mədinə çaplarında iqləb qaydasını bildirmək üçün həmin nunun üzərində və ya tənvinlərin üzərində kiçik bir mim işarəsi yazılmaqdadır. Baxın, burada göstərirəm, kiçik bir mim işarəsi yazılır. Lakin bəzi çaplarda isə bu mim işarəsi qoyulmur. Ona görə gərək biz qaydanı gözəl bir şəkildə bilək ki, bu işarələrə ehtiyacımız olmasın. İndi isə gəlin misala baxaq. Ənbihum.
Ənbihum. Burada sükunlu nun görürük. Yəni nun üzərində sükundur əslində burada. Bu nundan sonra isə B hərfi gəlib. Bu zaman qaydamız baş verir və ya başqa bir misala baxaq. Ənburikə. Ənburikə. Yəni sükunlu nundan sonra isə B hərfi gəlməkdədir. Bu zaman qaydamız baş verir və n səsi m səsi ilə əvəz olunur. Deməli, bu sözümüz oxunur ənbihum. Fikir verin. Ənbihum. Yəni n m səsinə çevrilir. N səsi m səsinə çevrilir. Səs burundan çıxır və 2 saniyə miqdarında uzadılır. Ən yox, ənbihum. Ənbihum. Və ya ikinci misala baxaq. Ənburikə. Təcvid qaydasını əməl edərək oxunduqda isə belə oxuyuruq. Ənburikə. Fikir verin. Ənburikə. Yəni n tamamilə m səsinə çevrilir, səs burundan çıxır və 2 saniyə miqdarında uzadılır. Ənburikə. Ənburikə. Ənburikə oxumaq isə xətadır. Növbəti misala baxaq. İnnəlləhə səmi'un. Burada səmi'un tənvin dammadır. Lakin tənvin dammadan sonra isə basir sözü gəlir. Yəni B hərfi ilə başlayır. Bu zaman n səsi m səsi ilə əvəz olunur. 2 saniyə miqdarında uzadılır. İnnəlləhə səmi'un basir. Fikir verirsiniz. Səmi'un basir. Yəni n m səsi ilə əvəz olunmaqdadır. İndi isə gəlin 14-cü beytə baxaq və yeni bir hökmlə tanış olaq. Bu hökmümüz ixfə adlanır. İxfə yəni gizlətmək deməkdir. Bir şeyi gizlədilməsinə ixfə deyilir. Müəllif buyurur. وَالرَّابِعُ الْإِخْفَاءُ عِنْدَ الْفَاضِلِ. 4-cü hökmümüz, yəni sukunlu nun və ya tənvinlərin Quran-ı Kərimdə olan 4-cü hökmü ixfə adlanır. İndəl fadili. Yerdə qalan hərflərlə düzəlir. Yəni, yerdə qalan hərflərlə düzəlir nə deməkdir? Biz bilirik ki, ərəb əlifbasında və ya Quran-ı Kərim əlifbasında 28 hərf vardır və ya bəzi rəvayətlərə görə 29 hərf vardır. Bu ixtilafa girməyəcəm. 28 hərfdən götürək. Və biz dedik ki, əgər Quran-ı Kərimdə sukunlu nun və ya tənvinlərdən sonra 6 ədəd izhar hərfi gələrsə, bunlar boğaz hərfidir. Keçən dərslərimizdə bu hərfləri qeyd etdik. Bunlar hansıdır? Həmzə, yəni əlif, hə, hə, ayn, xa və qa. 6 hərf. Üzərinə gəlsin 6 ədəd yenə idğam hərfi. Bunlar hansıdır? Yərməlun. Yə, ra, mim, ləm, vav, nun. 6 ədəd izhar hərfi, 6 ədəd idğam hərfi, 12 hərf və üzərinə də indi keçdiyimiz iqləb hərfi. Bir hərf gəlsək, bu da B hərfidir. Bu zaman 13 hərf edir. Deməli, yerdə qalan hərflərimiz sayı 15 hərf qalır. Deməli, müəllif buyurur ki, وَالرَّابِعُ الْإِخْفَاءُ عِنْدَ الْفَاضِلِ. 4-cü hökmümüz isə ixfə adlanır, yerdə qalan hərflərdir. Yəni, 6 ədəd izhar hərfini çıxmaqla, 6 ədəd idğam hərflərini çıxmaqla və həmçinin 1 ədəd iqləb hərfini çıxmaqla, bu da eləyir 13 və 28 hərfimiz var. Deməli, yerdə qalan 15 hərfimiz ixfə hərfidir. Minəl hurufi vacibun lil fadili. Yəni, yerdə qalan hərflərə rast gələrsə, 4-cü hökmümüz, 4-cü qaydamız baş verməkdədir ki, bu da ixfədir. Vacibun lil fadili. Fəzilət sahibləri olan təcvid və Quran elmlərini öyrənənlər üçün bu qaydanı bilmək vacibdir. Qeyd edim ki, beytimizdə olan əl-fadil sözü ərəb dilində 2 mənada gəlməkdədir. Birinci hissədə olan وَالرَّابِعُ الْإِخْفَاءُ عِنْدَ الْفَاضِلِ 4-cü hökmümüz ixfədir. İndəl fadili yerdə qalan, əlavə olan mənasındadır. Əlavə olan, yerdə qalan hərflərdə isə bu hökm baş verir. Minəl hurufi vacibun lil fadili. Bu hərflər zamanı hökm baş verir və bu fəzilət sahibi olan, Quran-ı Kərim öyrənən, təcvid öyrənən tələbənin bilməsi üçün vacibdir. 15-ci beytdə müəllif bu qaydanı izah edir. Fi xamsətin min ba'di 10 ramzuha. Bu hərflərimiz 15 hərfdən ibarətdir ki,
Bunun da əlaməti fi kilmi hadzal beyti qad dammantuha. Bu sözdə mən bu hərflərin hamısını cəm etmişəm. Fi xamsatin min ba'di aşrin 5 min ba'di aşrin ondan sonra mənası 15 deməkdir. Ramzuha onun əlaməti, yəni həmin bu ixfənin əlaməti, hökmün əlaməti fi kilmi hadzal beyti qad dammantuha. Bu beytdə, yəni aşağıda verdiyim beytdə bütün hamısını vəsf etmişəm. Müəllif ixfə hərflərini 16-cı beytdə beytin bütün ilk hərflərini ixfə hərfləri kimi vermişdir. Müəllif deyir: Sif zə sənə kəm cədə şəxsun qad səmə dum tayyibən zid fi tuqan da' zalimə. Yəni, bu iki beytdə gördüyümüz bütün sözlərin başlığı ilə başlayan hərflər ixfə hərflərdir. Sif, sad, zə, zəl, sənə, sə, kəm, kəf, cədə, cim, şəxsun, şin, qad, qaf, səmə, sin, dum, dəl, tayyibən, ta, zid, zə, fi, fə hərfi, tuqan, tə, da, dad, zalimə, za. Yəni 15 hərf. Sad 1, zəl 2, sə 3, kəf 4, cim 5, şin 6, qaf 7, sin 8, dəl 9, ta 10, zə 11, fə 12, tə 13, dad 14, za 15. Yəni bu hərflərimiz ixfə hərflərdir və ixfə hərflərini yadda saxlamaq üçün bu beyti əzbərləmək lazımdır. Sif zə sənə kəm cədə şəxsun qad səmə dum tayyibən zid fi tuqan da' zalimə. Mənası isə sif zə sənə kəm cədə şəxsun qad səmə. Hər zaman yaxşılıq etmiş insanı gözəl bir şəkildə tərif et. Kəm cədə şəxsun qad səmə. Həmin insan nə qədər yaxşılıq edərsə, o qədər də ucalar. Yəni, yaxşılıq et ki, ucalasan. Dum tayyibən, hər zaman yaxşı insanlardan ol. Zid fi tuqan, Allah qorxusunu artır. Da' zalimə, zalimları isə tərk et. Yəni, bu qısa beyt həm bizə mənəvi olaraq tərbiyə verməkdədir, həm də ixfə hərflərini əzbərləmək üçün mükəmməl bir qaydadır. İndi isə gəlin, yazdığımız kitabda həmin bu şeirləri Azərbaycan dilində necə verildiyinə, necə tərcümə edildiyinə baxaq. وَالرَّابِعُ الْإِخْفَاءُ عِنْدَ الْفَاضِلِ مِنَ الْحُرُوفِ وَاجِبٌ لِلْفَاضِلِ في 5 من بعد 10 رمزها في كلم هذا البيت قد ضمنتها صف ذا ثنا كم جاد شخص قد سما dum tayyibən zid fi tuqan da' zalimə. İzhar, idğam, iqləbin hərflərini etsək kənar, qalan 15 hərfimiz ixfəyə aid olar. Bu 15 ixfə hərfimiz yaxşı yadda qalsın deyə, cəm edilib 15 sözün baş hərfində bu cümləyə Sif zə sənə kəm cədə şəxsun qad səmə dum tayyibən zid fi tuqan da' zalimə. İndi isə gəlin Qurani Kərimdə olan və ixfə qaydasına aid olan bəzi misallara baxaq. Birinci hərfimiz, burada belə bir yer görürük və birinci hərfimiz sad hərfidir. Və biz görürük ki, həmin bu beytin birinci hərfi sif zə sənə sad hərfidir. Deməli, sad hərfimiz ixfə hərflərdəndir. Gəlin görək. Ən saddukum. Burada sukunlu nun görürük və sukunlu nundan sonra sad hərfi gəlir. Bu zaman ixfə qaydası baş verir. İxfə qaydası zamanı dilin ucu yuxarı kəsici dişlərin damağına yaxınlaşaraq tələffüz olunur və 2 saniyə miqdarında dayanaraq səs burundan çıxır. Misal olaraq ən saddukum misalı, ən saddukum. Burada ixfə qaydası baş verir. Yəni sukunlu nun sad hərfinə rast gəlir. Bu zaman n səsi yuxarı kəsici dişlərin kökünə və ya damağına yaxınlaşaraq 2 saniyə miqdarında uzadılaraq və səs burundan çıxaraq tələffüz olunur.
Ənsaddukum sözü təcvid qaydasına görə belə oxunur. Ənsaddukum. Ənsaddukum və burada ixfə qaydası baş verir. Yəni n səsi gizlənir. 2 saniyə miqdarında da uzatılmasını unutmayaq. Və ya başqa bir misal, rihən sarsara. Rihən sarsara. Burada tənvindən sonra, yəni tənvin fəthədən sonra sad hərfi gəlir. Deməli, burada da ixfə qaydası baş verməkdədir ki, bu zaman təcvid qaydasına görə bu misal belə oxunur. Rihən sarsara. Rihən sarsara. Fikir verin. Yəni dilimi yuxarı kəsici dişlərin damağına toxundurmuram. Toxundurduğum zamanı bu səs çıxacaqdır. Rihən sarsara. Və bu da düzgün deyiliş deyildir. Düzgün deyiliş rihən sarsara. Başqa bir misala baxaq. Burada şin hərfi bildiyimiz kimi ixfə hərflərindəndir və İnşaallah sözünə baxaq. Tez-tez istifadə etdiyimiz və Qurani Kərimdə rast gəldiyimiz sözlərdən biridir. Burada sukun nunundan sonra şin hərfi gəlir. Deməli, ixfə qaydası baş verir. Bu zaman n səsi 2 saniyə uzadılaraq, səs burundan çıxaraq tələffüz olunur və bu formada oxunmalıdır. İnşaallah. Fikir verin. İnşaallah. Kimsə əgər inşaallah oxuyarsa və ya inşaallah oxuyarsa, bu düzgün oxunuş sayılmaz. Və ya tənvillərlə bağlı bir misala baxaq. İnnəhu ğafurun şəkur. Tənvin dammadan sonra şin hərfi gəlir. Deməli, ixfə qaydası baş verir. Və oxunur. İnnəhu ğafurun şəkur. Ğafurun şəkur. 2 saniyə miqdarında uzadılır. Səs burundan çıxır və dilin ucu yuxarı kəsici dişlərin damağına yaxınlaşaraq tələffüz olunur. Və ya başqa bir misala baxaq. Və mən təbə. Və mən təbə. Burada da T hərfi bildiyimiz kimi ixfə hərflərindəndir. Sukunlundan sonra T hərfi gəlir. Deməli, n səsi burunda gizlənərək 2 saniyə uzadılaraq ixfə qaydası kimi bu formada oxunmalıdır. Və mən təbə. Diqqət edin. Və mən təbə. Və mən təbə. T hərfinə aid olan başqa bir misala baxaq. Burada da tənvin kəsrədən sonra T hərfi gəlib, deməli ixfə qaydası baş verir. Və bu sözlər də Qurani Kərimdə tez-tez rast gələn sözlərdən biridir. Cənnətin təcri. Tənvin kəsrə, ondan sonra T hərfi gəlir, deməli ixfə qaydası baş verir və oxunur. Cənnətin təcri. Cənnətin təcri. İxfə mövzusunu daha gözəl başa düşmək üçün Qurani Kərimi açın və 10 ədəd misal tapın və bu misalları bir dəftərə yazın və bunun üzərində məşq etməyə çalışın. Allaha həmd edərək demək istəyirəm ki, bugün sükunlu nun və ya tənvinlərin hökmlərini bitirdik və qeyd etdik ki, sükunlu nun və ya tənvinlərin 4 hökmü vardır. İzhar, idğam, iqləb, ixfə. İzhar açıq-aşkar deməkdir və 6 boğaz hərfindən ibarətdir. İdğam daxil olmaq və ya daxil etmək deməkdir və yərməlun dediyimiz 6 hərfdən ibarətdir. İqləb çevirmək və ya çevrilmək deməkdir və 1 hərfdən ibarətdir. Bu da B hərfimizdir və ixfə gizlətmək deməkdir və bu da yerdə qalan 15 hərflərdən ibarətdir. Bu sükunlu nun və ya tənvinlərin hökmlərini gözəl bir şəkildə əzbərləyin. Bilin ki, Qurani Kərim Allahın kitabıdır, nurudur, bərəkətidir və hər bir müsəlman Allahın kitabını gözəl bir şəkildə oxuyub başa düşmək üçün cəhd göstərməlidir. Sükunlu nun və ya tənvinlərin hökmlərini bitirdikdən sonra bir beytdən ibarət olan əhkəmun nuni vəl mimil müşəddədəteyn qaydasını götürmək istərdik. Yəni bu qayda nədir? Qurani Kərimdə hansı bir yerində nun üzərində şəddə və ya mim üzərində şəddə gölər isə bu zaman nun və mim hərflərini 2 saniyə miqdarında uzatmalıyıq. 2 saniyədən artıq uzatmaq düzgün sayılmaz. Həmçinin 2 saniyədən də aşağı uzatmaq da təcvid əhkamlarına görə düzgün deyil. Və buna görə müəllif buyurur. Əhkəmun nun vəl mim əl müşəddədəteyn. Şəddəli nun və mimin hökmləri. Müəllif 17-ci beytdə belə buyurur. Və gunnə mimən thumma nunan şuddidə.
Əgər nun hərfi və ya mim hərfi şəddəli olaraq gələrsə, bu zaman bunlarığunnə et.Ğunnə nədir? Yəni səsi burundan çıxart. Və səmmi kullən harfəğunnətin bədə. Və bunların hamısınığunnəli hərif adlandır. Və bu qayda nədən ibarətdir? Əgər Quran-ı Kərimdə nun üzərində şəddə və ya mim üzərində şəddə gələrsə, bu zaman n səsi və ya m səsi 2 saniyə miqdarında uzadılır və səsğunnə ilə, yəni burundan çıxır. İndi isə gəlin kitabımızda olan bu beytin tərcüməsinə baxaq. Mim və nun hərfləri əgər gələrsə şəddə ilə, uzanar 2 hərəkə, oxunarğunnə ilə.Ğunnə nədir? Qeyd etdim ki,ğunnə burundan çıxan səsdir. İndi isə gəlin misallara baxaq. Mövzumuza aid olan ən bariz nümunələrdən də biri gündəlik oxuduğumuz Nəs surəsində keçən ayətlərdir. Fikir verin. Qul ə'udhu bi rabbin nas. Burada nun hərfidir və nunun üzərində şəddə vardır. Deməli, n səsi 2 saniyə miqdarında uzadılaraqğunnə ilə, yəni burundan çıxan nəfəs ilə oxunmalıdır. Və oxuyuruq. Bi rabbin nas. Fikir verin. Bi rabbin nas. İkinci misal. Məlikin nas. Məlikin nas. Yəni 2 saniyədən çox uzatmaq da düzgün deyildir. Məsələn belə. Məlikin nas düzgün deyildir və 2 saniyədən aşağı da uzatmaq düzgün deyildir. Məsələn belə. Məlikin nas. Bu da düzgün oxunuş deyil. Çünki təcviddə nunun və mimin şəddəli olaraq ayrıca bir hökmü vardır. Və bütün surə bu formada 2 saniyə uzadılaraq tələffüz olunmaqdadır. İlahin nas min şərril vəsvasil xannas fi sudurin nas minəl cinnəti vən nas. Həmçinin burada da əl-cinnə sözündə nun üzərində şəddədir. Həmçinin ayətin də sonunda nun üzərində şəddə olduğu üçün 2 saniyə miqdarında uzadırıq. Mim hərfinə gəldikdə isə Quran-ı Kərimdə tez-tez rast gəldiyimiz fəəmmə və əmmə sözlərini misal çəkə bilərik. Məsələn, buraya baxaq. Fəəmmə sözünü misal olaraq götürək və bu qaydaya əsasən oxuyaq. Fəəmmə, fəəmmə 2 saniyə dayanırıq və səs burundan tələffüz olunur. Və beləlikcə bu dərsimizdə biz sükunlu nun və ya tənvinlərin 4 hökmünü artıq bitirmiş olduq. Həmçinin nun və mimin üzərində şəddə gələrsə, təcvid əhkamına görə necə oxunmağını da öyrənmiş olduq. Allahın izni ilə növbəti dərsimizdə sükunlu mimin hökmləri barəsində danışacağıq və bu keçdiyimiz dərsləri gözəl bir şəkildə başa düşmək üçün yenidən bu dərslərə baxın, bir yerdə yazın və Quran-ı Kərimdə hərəsinə aid ən azından 10 ədəd misal tapıb düzgün bir şəkildə tələffüz etməyə çalışın. Və subhanaka Allahumma və bihamdik, nəşhədu an la ilahe illə ənt, nəstəğfiruka Allahumma və natubu ileyk, həzə və mə kənə min xata'in fəminni və minəş şeytan, və Allahu və rasuluhu minhu bəriən. Növbəti dərslərdə görüşənədək.